Fürsətdən istifadə edib bütün sürücülərin nəzərinə çatdırmaq istəyirik ki, sabah Bakıya rəsmi səfərlə Belarusiya prezidenti Aleksandr Lukashenko gələcək. Bununla əlaqədar paytaxtın mərkəzi küçələrində, Niyazi küçəsində, İstiqlaliyyət küçəsində, Parlament prospektində, Hüseyin Zavid prospektində, Mehdi Hüseyin küçəsində, Neftçilər dairəsində, Neftçilər prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə eləsinlər. Mən bir şeyi başa düşmədim. Neftçilər prospektinin alternativ yolu hansıdır? Siz jurnalistlər şəhərin küçələrini heç tanımırsınız. Yadınızda saxlayın, Neftçilər prospektinin alternativ yolu belədir. Maşınla girirsiniz bulvara, maşından çıxırsınız, tullanırsınız dənizə. Bax, belə üzə çatırsınız Əhmədliyə. Rahat, tıxac yox etsin. Aydındır. Vaqif müəllim, yol polisində rüşvətxorluğa nə vaxt son qoyulacaq? Rüşvətxorluq belə necə başa salmışsın yol polisində? Əşi, xoşunuz gəlmir, gedin alternativ ölkədə yaşayın. Çoxdan da sizdən